İnsanlara qədimdən təbii maddə kimi məlum olan kömür insan həyatı üçün çox faydalıdır. Bu maddə yalnız havanı təmizləmir, həm də dadlı və xeyirli bitkilər yetişdirir və hətta insanı müalicə edir. Kömür unikal absorbentdir. Məhz bu funksiyası da tibbdə geniş istifadə edilir. Bu maddə qəbul edildikdə bədəndəki bütün zərərli maddələri özünə hopduraraq orqanizmdən çıxarır. Həmçinin də orqanizmi lazımi minerallarla təmin edir. Qara dərmanın müalicəvi xüsusiyyətləri onun əmələ gəldiyi ağacdan asılıdır. Ən xeyirli kömür fıstıq və ağcaqayın ağacından hazırlanan kömür hesab olunur. Milli az medisina aza isnadən kömürün faydaları və tətbiq sahələrindən söz açır. Apteklərdə satılan karbolen preparatından bir sıra narahatlıqlar zamanı istifadə edilir. Əsasən, süd məhsullarından, həmçinin də digər zəhərlənmələr zamanı kömür maddəsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 1/4 çay qaşığı kömürü 1/4 stəkan su ilə gün ərzində 3-4 dəfə yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Podagrada zamanı 1 çay qaşığı kömürü əzin və 1/4 stəkan su ilə qarışdıraraq yeməkdən 1 saat əvvəl gündə 2 dəfə qəbul edin. Kömür böbrəklərdə daş əmələ gəlməsinə səbəb olan sidik turşusunu da özünə çəkir. Hepatit xəstəliyində 1 fincan süddə 1 çay qaşığı ağcaqayın kömürünü həll edərək içmək yaxşı nəticə verir. Diareya və dizenteriya zamanı 1 çay qaşığı ağcaqayın kömürünü 1 qədəh qırmızı şərabda həll edərək için. Xəstəliyin əlamətləri keçənə qədər içməyə davam edin. Allergiya zamanı gün ərzində 3-4 dəfə yeməkdən əvvəl kömür tozu qəbul edin. Müalicənin kursu 5 həftədir. Müalicəyə bıçaq ucunda kömür tozu ilə başlayın. İlk həftənin sonuna qədər kömürün miqdarını tədricən artırın. Daha sonra 2-3 gün ərzində gündə 3 dəfə olmaqla 1 çay qaşığı kömür tozu qəbul edin. Sonra yenidən eyni qayda ilə miqdarı azaldın. Böyrək, qaraciyər, məədaltı vəz, ateroskleroz, piylənmə və şua terapiyası və kimyoterapiyadan sonra gün ərzində 2-3 dəfə yarım çay qaşığı aktivləşdirilmiş kömür içmək yaxşı təsir göstərir. Radiozotopların bədəndən çıxması üçün gün ərzində 8də 1 çay qaşığı kömürü yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır. Bu zaman ağcaqayın yarpaqlarından hazırlanan məhsulla imalə etmək də lazımdır. Bunun üçün 1 xörək qaşığı ağcaqayın yarpağını 0,5 litr suda qaynadın, 1 saat saxlayın, daha sonra həmin su ilə imalə edin. Kələm, soğan, turp, banan, ərik və digər meyvə və tərəvəzlərlə qidalanma zamanı yaranan köpmə problemini və kömürlə həll etmək olur. Bu zaman 8də 1 çay qaşığı əzilmiş kömürü 1/4 stəkan su ilə qarışdıraraq için.